Salam əziz dinləyicilər. Dəyər sınaq 8, buraxılış 9-cu siniflər. Listeningdən başlayırıq. Some people are very good at things like music, science or art. Bəzi insanlar musiqi, elm və incəsənət kimi sahələrdə çox bacarıqlılar. We call them geniuses. Biz onları dahilər adlandırırıq. A genius is someone who can do something much better than most people. Dahi bir işi əksər insanlardan daha yaxşı bacaran şəxsdir. People have always been interested in what makes someone a genius. İnsanlar hər zaman birinin necə dahi olduğunu öyrənməyə maraq göstərirlər. Some think it's because of their brain. Bəziləri bunun beynin quruluşu ilə bağlı olduğunu düşünür. Others think it's because they worked hard. Və digərləri isə bunun çox çalışmaqla əlaqəli olduğunu deyirlər. Many people think geniuses are very smart but also a little different. Çoxlar düşünür ki, dahilər çox ağıllıdır, amma eyni zamanda bir qədər fərqlidirlər. Some are quiet, shy or don't act like others. Bəziləri sakit, utancaq olur və başqaları kimi davranmırlar. Some people think geniuses are born with special gifts. Bəziləri hesab edir ki, dahilər xüsusi istedadla doğulurlar. Others believe they became great because they practiced a lot and didn't give up. Başqaları isə düşünür ki, onlar çox məşq etdiklərini və əsla təslim olmadıqlarına görə bu qədər yaxşı olublar. We can learn a lot from geniuses. Biz dahilərdən çox şey öyrənə bilərik. They show us what people can do when they work hard. Onlar bizə göstərirlər ki, insanlar çalışdıqda nələrə nail ola bilərlər. But being a genius is not easy. Amma dahi olmaq asan deyil. It takes time, energy and courage. Bu zaman, enerji və cəsarət tələb edir. We should respect them, but we should also try our best in our own lives. Biz onları hörmətlə qarşılamalıyıq, amma eyni zamanda öz həyatımızda da əlimizdən gələni etməliyik. Everyone has something special inside. They just need a chance to show it. Hər bir insan içində xüsusi bir şey var, sadəcə onu göstərməyə bir fürsət lazımdır. Keçirik suallara. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Why everyone should become an artist? Nə üçün hər kəs rəssam olmalıdır? How to win prizes at school? Məktəbdə mükafatı necə qazanmalı? How to live without working? İşləmədən necə yaşamaq olar? The story of a famous football player, məşhur futbolçunun hekayəsi. What makes a person a genius? Bir insanı nə dahi edir? Bəli, bu doğru cavabdır. Cümləni tamamlamaq tələb olunur ikinci sualda. A genius is someone, yəni dahi kimdir? Works hard and is very good at something. Çox çalışır və bir şeydə yaxşıdır, çox yaxşıdır. Bu doğru cavabdır. Always gets everything easily. Hər şey asanlıqla əldə edir. Has many clothes and money. Çoxlu paltarı və pulu var. Never makes mistakes. Heç vaxt səhv etmir. Likes to play alone. Tənha o oynamaq xoşlayır. Keçirik növbəti suala. Why is being a genius not easy? Niyə dahi olmaq asan deyil? Because people always give them gifts. Çünki insanlar həmişə onlara hədiyyələr verir. Because they sleep a lot. Çünki onlar çox yatır. Because it takes time, energy and courage. Çünki o zaman, enerji və cəsarət tələb edir. Doğrudur. Because they travel too much. Çünki onlar çox səyahət edir. Because they do not like music. Çünki onlar musiqini sevmir. Dördüncü sualımızda doğru və yanlış olan fikirləri işarələməliyik. Geniuses are always the same as other people. Dahilər həmişə digər insanlarla eynidir deyir. Bu false'dur, yanlış fikirdir. Some geniuses are quiet or act differently. Bəzi dahilər sakitdir və ya fərqli davranırlar. Bu doğrudur, true. Everyone has something special inside. Hər kəsin içində xüsusi bir nəsə var. Bu da doğrudur mətnə görə. Geniuses never work hard. Dahilər heç vaxt çox çalışmır. Bu isə yanlış, false cavabdır. Keçirik qrammatika hissəsinə. Choose the correct pair of compound nouns. Mürəkkəb isimləri seçin. Toothpaste, bəli, iki sözdən birləşməsindən əmələ gəlib. Raincoat, o da iki sözün birləşməsindən əmələ gəlib. Sun, the power, bunlar sadə sözlərdir, sadə isimlərdir. Actor, actdən düzəltmə isimdir. Library, sadə. Milk,
sadə. Happiness düzəltmə. Truth, true'dan əmələ gəlib. Bu düzəltmədir. Story sadədir. Choose the correct preposition, düzgün söz önünü seçmək tələb olunur. The manager spoke to the team members the meeting. Deməli, menecer komanda üzvləri ilə danışdı. Meetingdə ola bilərdi, in the meeting, amma meeting zamanı burada variantlara baxsaq ancaq uyğun cavab olacaq. During the meeting, iclas vaxtı. 7-ci sualımızda choose the antonym of the word, underlined word, altına xətt çəkilmiş sözün əks mənasını, antonimini seçmək lazımdır. She decided to accept the offer, yəni təklifi qəbul etməyə qərar verdi. Qəbul etmək, yəni digər əks mənası rədd etmək olmalıdır. O da refuse'dur. Invite, dəvət etmək. Receive, yəni o da qəbul etmək. Enjoy, həzz almaq. Apply, tətbiq etmək və ya müraciət etmək. Which word means to take something new that has never existed before? Yəni burada bu hansı sözün tərifidir soruşur. Daha əvvəl mövcud olmamış bir şeyi, bir yeni bir şeyi düzəltmək, ortaya çıxartmaq, yəni ixtira etmək. Bu da inventdir. Destroy, dağıtmaq, paint, boyamaq, find, tapmaq, remember, xatırlamaqdır. 9-cu sualımızda it must be Mr. Jacobs deyir. Bu Mr. Jacob olmalıdır deyir. Deməli o zaman who is, yəni kim? Kim calling at this late hour? Bu gec saatda kim zəng edir? Who is, yəni bizim doğru cavabımız olacaq. Why, nə üçün? Where, hara-harada. What, nə? When, nə vaxt? 10-cu sualda cümləni məhsula çevirməliyik. They will finish the project. Biz bilirik ki, project sözü artıq yeni mübtada olacaq məhsul növdə, yəni cümlədə project ilə başlamalıdır. Və will finish gələcək zaman məhsula çevirəndə will be finished, yəni düsturumuza əsasən will be finished olmalıdır. O da Y variantında düzgün şəkildə verilib. 11-ci sual söz ehtiyatlıdır. Is a large area of land with many trees, yəni çoxlu ağacları olan çox geniş bir məkan olacaq. Orada forest, meşədir. Doğru cavab hill, təpə, desert, səhra, flood, sel, cave, mağara. 12-ci sualda finish the report if he had more time. Birincisi bu keçmiş zamandır. Keçmiş zaman olduğuna görə və belə deyək, budaq cümlə olduğuna görə mütləq zaman uzlaşması olmalıdır. Ifli cümlədir. Onun daha çox vaxtı olsaydı, yəni keçmişdə baş verib hadisə, demək ki, reportu bitirə bilərdi. Yəni could keçmiş zamandır, digərləri indiki zamanın göstəricisi olan modal feillərdir. I her an email and she it quickly. Yəni mən ona məktub, e-mail yazıram, o da ona cavab verir sürətli, tez bir zamanda. Deməli uzlaşma ola bilər burada. Mən ona əgər ümumiyyətlə yazıramsa B variantında, o zaman o indi sürətlə cavab verir, məntiqsizdir. Yəni ki, ikisi də olsa, yəni həmişə olsa, ikisində indiki sadə zamanda, yəni write, replies, belə olsa olardı. Mən ona göndərmişəm, A variantına baxsaq, she replies ola bilərdi. C variantına ümumiyyətlə uyğunluq yoxdur, yəni keçmişdə yazdım, sanki bu da həmişə sürətlə cavab verir, belə. D variantı bəli, hər ikisi də keçmişdi, mən ona yazdım, o da sürətli cavab verdi. Ən uyğun variant D variantıdır. I writes olmaz ümumiyyətlə, write olmalıydı, zaten ikinci tərəfdə uyğun gəlmir. He hasn't called me, o mənə zəng etməyib. He moved to another city, başqa bir şəhərə köçəndən bəri olacaq. Həm də burada biz bilirik ki, since olan tərəf keçmiş sadə, yəni moved. Baş cümləsi isə indiki bitmiş zamanda işlənib, ona görə since ən uyğun variantdır. Digərləri olsaydı orada bir belə deyək, uzlaşma mütləq idi. 15-ci suala baxırıq. Choose the words with the close meaning. Burada yaxın mənalı olan sözləri cütlüyü belə deyə seçməliyik. Deep, shallow, dərin, dayaz, bunlar əks mənadır. Loud, silent, ucadan, sakit, bu da antonimdir. Wide, narrow, geniş, dar, bu da antonimdir. Rapid, fast, bəli, hər ikisi sürətli deməkdir, bu doğru cavabdır. Strong, weak, güclü, zəif, bu da əks mənalı sözlərdir.
16-cı sualda he became expert in field of artificial intelligence, yəni süni intellekt sahəsində o ekspert oldu deyir. Expert burada belə deyək də onun vəzifəsini göstərir və sait səslə başladığına görə ən ekspert olmalıdır. Bir də sahə də bəllidir. Bəlli olduğuna görə, yəni müəyyən olduğuna görə the article-ını mütləq verməliyik. Yəni doğru cavab B variantı olacaq. The walls of the ancient temple made of large stone blocks. Burada mübtada xəbər uzlaşmasından söhbət gedir. Qədim məbədin divarları, söhbət divarlardan gedir. Yəni ofdan əvvəlki işlənmiş cəmdə olan isimdən gedir. Ona görə 1 və 3, yəni düzgün cavabdır. Çünki is, has been bunlar ancaq təkdə olarsa cümlənin mübtadası ola bilərdi. Keçirik short tekstlərimizə. Aziz John, thanks for your message. Mesajın təşəkkürlər. I'm so happy to hear from you. Səndən xəbər aldığıma görə çox sevincliyəm. I'm having a great time in Paris. Parisdə çox gözəl vaxt keçirirəm. I visited the Eiffel Tower yesterday and took lots of pictures. Eiffel qülləsini ziyarət etdim dünən və çoxlu şəkillər çəkdim. Tomorrow I am going to try some famous French pastries. Sabah deyir ki, bir məşhur fransız belə deyək də şirniyyatlarından dadacam, yoxlayacam. I wish you were here. Kaş burada olardın. Love Emily. Emily yazıb Johna. Deməli, buradan hansı fikri çıxarda bilərik? Emily is unhappy in Paris. Emily Parisdə heç də belə deyək, xoşbəxt deyil. Emily is planning to visit the Eiffel Tower tomorrow. Emily Eiffel qülləsini sabah ziyarət etməyə planlayır, halbuki edib. John is visiting Emily in Paris. John Emily Parisdə ziyarət edir, ümumiyyətlə belə məlumat yoxdur. Emily took pictures of French pastries. Emily fransız şirniyyatların şəkillərini çəkib hələ getməyib. Emily wishes John could join her in Paris. Emily arzuluyur ki, John kaş o da Parisdə ona qoşulardı. Bu doğru cavabdır. Big sale at Green Mart. Demək, Green Martda böyük deməli endirim və ya endirim olacaq. All fruits and vegetables are now 30% off until Sunday. Yəni bütün meyvə tərəvəzlər deməli bazar gününə qədər 30% endirimdədir. Buy any 3 items from our fresh produce section and get a free reusable shopping bag. Yəni bizim həmin o orada bir təzə belə deyək də məhsullar bölməsindən 3 bir şey alın, 3 ədəd nəsə alın. Və belə deyək də yenidən emal edilə biləcək çantanı pulsuz əldə edin. Don't miss this great chance to shop healthy and save money. Yəni bu fürsəti, bu sağlam alış-verişin böyük fürsətini qaçırmayın və pulunuza qənaət edin. Burada hansı fikir ortaya çıxır? You can get a discount only on meat and dairy. Yalnız endirimi ət və süd məhsullarında ala bilərsən deyir. Xeyr. The sale ends next Saturday evening. Deməli, şənbə axşama qədər davam edir deyir bu. Yəni o vaxt bitəcək. Xeyr. You can get a free shopping bag with any product. Yəni hər hansı bir məhsulda pulsuz çanta ala bilərsiniz. Xeyr. The offer includes all fruits and vegetables. Təklif bütün meyvə tərəvəzi əhatə edir. Doğrudur. The shopping bag must be paid for separately. Deməli, alış-veriş çantası ayrıca ödənilməlidir. Belə bir məlumat da yoxdur. Dear Aunt Lily, əziz Lily xala, thank you so much for the wonderful gift. Möhtəşəm hədiyyə üçün çox sağ ol. The painting is beautiful and I've already hung it in my room. Deməli, şəkil çox gözəldir və mən artıq onu otağımda asmışam. Every time I look at it, I think of you. Hər dəfə ona baxanda səni düşünürəm. I hope we can meet again soon. Ümid edirəm ki, tezliklə yeni görüşəcəyik. I really miss our talks. Söhbətlərimiz üçün darıxmışam. Love Julia. Julia xalasına yazıb. Deməli, burada hansı nəticə çıxır? Hansı fikir doğrudur? Julia feels thankful and wants to see Aunt Lily soon. Öz minnətdarlığını ifadə eləyir. Julia və xalasından tezlə görüşməyi ümid edir. Bu doğrudur. Aunt Lily give Julia a bike. Deməli, Lily xala Julia'ya velosiped verib. Belə bir məlumat yoxdur.
Julia put the painting in her aunt's room. Julia deməli şəkli xalasının otağına qoyub. Xeyr, Julia hasn't opened the gift yet. Hələ də hədiyyəni açmayıb. Xeyr. Aunt Lily visited Julia last week. Keçən həftə xala Lily xala Julia'nı ziyarət edib. Bu da yanlış fikirdir. Keçirik oxu bölməmizə. Lightning can be very dangerous. Şimşək çox təhlükəli ola bilər. It can hurt or kill people and damage buildings and power lines. O insanlara zərər verə bilər, öldürə bilər. Həmçinin binalara və elektrik xətlərinə də ziyan vura bilər. In the United States, about 500 people die from lightning strikes each year. Birləşmiş Ştatlarda hər il təxminən 500 nəfər şimşək vurması nəticəsində ölür. Lightning also causes big problems for power companies, costing them a lot of money. Şimşək həmçinin enerji şirkətlər üçün böyük problemlər yaradır və onlara çoxlu pul itkisinə səbəb olur. That's why scientists are working on new ways to stop lightning before it strikes. Buna görə də alimlər şimşəyi yerə düşməzdən əvvəl dayandırmaq üçün yeni yollar üzərində işləyirlər. In the United States and Japan, scientists are testing lasers to help controlling lightning. ABŞ və Yaponiyada alimlər şimşəyi nəzarət etmək üçün lazerləri sınaqdan keçirirlər. The idea is to use lasers to make lightning leave the clouds in a safe way before it hits people or buildings. Onların fikrə görə lazerlərdən istifadə etməklə şimşəyin buludlardan təhlükəsiz bir şəkildə çıxması təmin oluna bilər. Beləliklə o insanlara və ya binalara zərər verməz. This idea first started with rockets in the 1960s, but now lasers may work better. Bu ideya ilk dəfə 1960-cı illərdə raketlərlə sınanmışdı, lakin indi lazerlərin daha yaxşı işləyə biləcəyi düşünülür. A laser can make a special path in the air, helping the lightning to travel safely. Lazer havada xüsusi bir yol yarada bilər və bu yol şimşəyə təhlükəsiz şəkildə hərəkət etməyə kömək edər. This would help stop damage and keep people safe. Bu ziyanı azaldır və insanları qoruya bilər. But there are still problems. Amma hələ də problemlər var. The laser machines are large and cost a lot of money. Lazer cihazları böyükdür və baha başa gəlir. One machine can fill a whole room. Bir cihaz bütün otağı tuta bilər. Scientists are now working to make them smaller and cheaper. Alimlər hazırda bu cihazları daha kiçik və ucuz etmək üzərində işləyirlər. They hope these lasers can be used at sports events or near power stations. Onlar ümid edirlər ki, bu lazerlər gələcəkdə idman tədbirlərində və elektrik stansiyalarının yaxınlığında istifadə oluna bilər. In the future, lasers may help protect us during big storms. Gələcəkdə lazerlər güclü fırtınalar zamanı bizi qoruya bilər. Keçirik suallarımıza. Mətn əsasən nə haqqındadır? How thunderstorms form, yəni şimşəklər necə, fırtınalar necə formalaşır? Using lasers to stop lightning, şimşəyi dayandırmaq üçün lazerlərdən istifadə etmək doğrudur. How people play golf in storms, insanlar fırtınalarda golf necə oynayır? Xeyr. Why scientists study clouds, alimlər nə üçün buludları öyrənir? Xeyr. The danger of strong rain, güclü yağışın təhlükəsi, doğru cavab B variantıdır. Choose the false statement, yanlış fikri seçmək tələb olunur. Lightning can be harmful to people and buildings, bəli, şimşək, ildırım burada insanlara və binalara zərər verə bilər. Lasers are a new idea that scientists are using to control lightning. Laserdən istifadə yeni ideyadır ki, bunu belə deyək, ildırımı dayandırıb kontrol altına almaq üçün istifadə olunur, doğrudur. The idea of controlling lightning started many years ago. İllər əvvəl bu ideya başlayıb ki, deməli, bu ildırımın necə nəzarətə almaq olar? Bəli, çoxdan olub bu. Scientists want to prevent lightning from causing damage. Alimlər istəyir ki, bu zərərdən, bu ildırımın verdiyi zərərdən qorusunlar. Doğrudur. Laser machines are cheap and easy to use everywhere. Lazer makinaları, cihazları, aparatları ucuzdur və hər yerdə istifadə olunur. Bu yanlış fikirdir, bahalıdır və çox böyükdür. 23-də Why do scientists want to use lasers in storms? Nə üçün fırtınalarda istifadə etmək istəyirlər alimlər lazerləri? Because lasers are cheaper than rockets. Çünki raketlərdən ucuzdur.
Because lasers make clouds disappear. Çünki buludları yox eləyir. Because lasers make guide lightning safely. Çünki lazerlər ildırımı belə deyək də daha təhlükəsiz şəkildə getməyinə bələdçilik eləyə bilər. Because lasers can stop rain. Lazerlər yağışı dayandıra bilər. Because lasers are easy to carry. Çünki daşımaq lazerlər asandır. Doğru cavabımız C variantıdır. Cümləni tamamlamaq tələb olunur. Lasers are not widely used today because they. Deməli, lazerlər geniş şəkildə bugün istifadə olunmur. Niyə? Çünki are dangerous to use near water. Su yaxınlığında istifadə etmək təhlükəlidir. Break after one use. Yəni bir istifadədən sonra xarab olur. Are too big and expensive. Çox böyük və bahalıdır. Bu doğru cavabdır. Do not make clouds. Bulud əmələ gətirmir. Can only be used at night. Ancaq gecə istifadə oluna bilər. O da yanlış fikirlərdir. Which statements are true according to text? Yəni mətnə uyğun olaraq düzgün fikirləri seçin deyir. Scientists have already used lasers in many cities. Alimlər artıq lazerlərdən bir çox şəhərlərdə istifadə edib. Xeyr. Lightning causes a lot of damage in the United States. Bu ildırım ABŞ-da çoxlu belə deyək dağıntılara səbəb olur, doğrudur. Lasers are now used at sports events to control lightning. İldırımı nəzarətə almaq üçün idman tədbirlərində artıq istifadə olunur. Xeyr, sadəcə düşünülür, planda var. Rockets have also been used to control lightning. Raketlər də belə deyək, bu ildırımı kontrol etmək üçün istifadə olunub, bəli, olunub. Doğru cavab 2 və 4. İnşamızda deməli 2 uşaqdır. Bunlar şəkil kəsib yapışdırırlar. Bu oğlan burada birini götürüb qoyur, yapışqan olan elephant. Yəni filin olduğu şəkli qoyur divanın üstünə. Sonra nənələr gəlib oturur, amma yapışır təbii ki. Oğlan sonra axtarır ki, mən bunu hara qoydum. Sonra nənəsi durub gedəndə görür ki, onlar həmin o axtardığı şəkil nənəsinin belinə yapışıb gedir və uşaqlar gülürlər. Burada 3 fərqli səviyyədə vermişik. Yəni buna bənzər şəkildə yazmaq mümkündür.